Qardabani rayonu Vaxtangesi kənd sakinləri nəqliyyat çatışmazlığından şikayətlənirlər. Kənddə gənclər hazırlıq kurslarına, universitetə, işə etmək üçün Qardabani, Rustavi və Tbilisiyə yollanmalı olurlar. Nəqliyyat çatışmazlığı ucbatından elə ən çox əziyyət çəkən gənclərdir. Kəndimin problemləri həmişə məni narahat eləyib. Bu problemlərdən biri də ən əsaslısı da özümüz qarşılaşdığım problemlərdən biri də transport problemidir. Hansı ki, illərdir bizim kəndimizdə bu problem var və hal-hazırda da davam edir. Hazırlıq dövrlərində biz universitetə hazırlaşanda kəndimizdə hazırlaşmaq üçün müəllimlər olmadığı üçün fərqli kəndlərə, rayona və yaxud da Rustaviyaya getmək məcburiyyətində qalırdıq. 3-dən sonra kənddən çıxılmaq mümkün deyildi. Hal-hazırda da eyni bir problemdir. Vaxtı-vaxtında işləmirlər, öz qrafiklərində işləmirlər. Özüm balacalıqdan bəri, uşaqlıqdan bəri futbolçu olmağa istəyən birisi idim. Ancaq bu nəqliyyat probleminə görə gedib gələ bilmirdim, yolda qalırdım. Buna görə bu xəyalımı gerçəkləşdirə bilmədim. Eyni şəkildə də abituriyentlik dövrümdə də gedirdik, geri qayıtmaq olmurdu, geri qayıdanda yolda qalırdıq. Yolda qalanda məcbur taksi ilə gəlmək məcburiyyətinə qalırdıq. Burada artıq biz bunun üstünə artıq pul vermək məcburiyyətinə qalırdıq. Bəzən avtobuslar gəlirdi, yarı yolda bizi düşürürdülər ki, yəni avtobusda az insanlar olanda, az yolcu olanda belə deyim, bizi yarı yolda düşürürdülər və o yolu biz məcbur piyada gəlməyə məcburiyyətində qalırdıq ya da maşın çağırmalı məcburiyyətə qalırdıq. Qardabani Bələdiyyəsindən sivil reporterin sorğusuna cavab olaraq bildiriblər ki, sözgedən nəqliyyatın tənzimlənməsi və nəzarəti Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin hüquqi şəxs olan Yerüstü Nəqliyyat Agentliyinin səlahiyyətinə aiddir. Həmçinin Qardabani Bələdiyyəsi müxtəlif inzibati ərazi vahidlərində, o cümlədən Vaxtangesi istiqamətində bələdiyyə ictimai nəqliyyat sisteminin yaradılması və inkişaf etdirilməsi imkanlarını mərhələli şəkildə nəzərdən keçirir.